Milli Hidrometeorologiya Xidməti avqustun 26-sına gözlənilən hava proqnozunu təqdim edir. Belə ki, sabah Bakıda və Abşeron yarımadasında hava əsasən yağmursuz olacaq. Ara bir şimal küləyi güclənəcək. Temperatur ötən günlərlə müqayisədə 3-5 dərəcə aşağı inərək 22-26 gecə, gündüz 29-32 dərəcə olacaq. Naxçıvanda da sabah yağıntı ehtimalı yoxdur. Temperatur 31-34 dərəcə isti təşkil edəcək. Azərbaycanın bir çox rayonlarında yağıntı ehtimalı yoxdur, lakin gündüz bəzi dağıtı və dağlıq rayonlarda yağış yağacaq. Ayrı-ayrı yerlərdə qısa müddətli leysan xarakterli olacaq, şimşək çağacaq. Gecə və səhər dağlıq ərazilərdə duman olacaq, şərq küləyi ara bir güclənəcək. Temperatur gecə 21-26, gündüz 32-37, dağlarda gecə 15-20, gündüz isə 22-27 dərəcə isti ehtimalı var. İstənilən havada hər birinizə xoş əhval-ruhiyyə arzu edirik.